Salam, hər vaxtınız xeyir. Yenə də mən Elnur müəllim. Ötən illərdə olimpiada sualları içərisində yer almış maraqlı bir sual nümunəsi ilə sizin qarşınızdayım. İndi bu sualın həll edib doğru cavabını tapmağa çalışaq. Əhalinin təbii artımı aşağı olan ölkələrdə olan problem və onun həlli yollarından biri. Yəni, əhalinin təbii artımı aşağı olan ölkələrdə olan problem və onun həlli yollarından birini bizdən tapmağımız sualda tələb olunur. Bilirsiniz ki, əhalinin iki cür artımı var. Təbii yolla artımı, bir də mexaniki yolla. Mexaniki yolla kənardan gələn şəxslər hesabına, təbii yolla isə ailələrdə dünyaya gələn uşaqların hesabına təbii artım baş verir. A variantında deyilir ki, əhalinin yüksək sıxlığı yeni ərazilərin mənimsənilməsi. Əgər bir ərazidə təbii artım aşağıdırsa, orada heç bir əhalinin yüksək sıxlığı eyni zamanda yeni ərazilərin mənimsənilməsindən söz gedə bilməz. Əhalinin kütləvi savadsızlığı, icbari təhsil, ibtidai təhsil. Bu əslində o qədər də sualın variantına uyğun deyil. Əksinə təbii artımın yüksək olduğu ölkələrdə belə bir hala rast gəlinir. Məsələn, tropik Afrika ölkələrini qeyd edə bilərik. Yüksək uşaq ölümü, tibbi xidmətlərin yaxşılaşması. Yəni, təbii artımı aşağı olan ölkələrdə yüksək uşaq ölümü, tibbi xidmətlərin yaxşılaşması, yəni bunu doğru cavab variantı olaraq götürməyimiz mümkün deyildir. Çünki təbii artım aşağı olan ölkələrdə bu proses müşahidə edilmir. Aşağı doğum səviyyəsi azuşaqlı ailələrə üstünlüyün tətbiqi. Yəni, aşağı doğum səviyyəsi var. Bəli, bu doğrudur. Amma azuşaqlı ailələrə üstünlüyün təbliği nə dərəcədə bu problemi aradan qaldıra bilər? Heç cür bu problemi aradan qaldırmağımız mümkün deyildir. Ona görə də D variantı da sualımızın doğru cavabı hesab edilə bilməz. E variantında bildirilir ki, əmək ehtiyatlarının çatışmaması, ölkəyə immiqrasiya prosesinin sadələşdirilməsi. Bəli, təbii artımın aşağı olduğu ölkələrdə, məsələn, Almaniya, Fransa, İtaliya kimi Qərbi Avropa ölkələrində təbii artımın aşağı olması səbəbilə kənardan gələn immiqrantların sayı çoxalır. Yəni immiqrasiya ölkəyə gələnlərin ölkəyə gələn xarici miqrantlar anlamına gəlir və əmək ehtiyatlarının çatışmaması eyni zamanda ölkəyə immiqrasiya prosesinin sadələşdirilməsi sualımızın doğru cavabı hesab olunur. Sualımızın doğru cavabı E variantı.